Hiç olub ki sizə bir oyun oynayırsınız, sonradan oyunu çox bəyənirsiniz və oyun üçün bir davam oyunu gözləyirsiniz və oyunu düzəldən şirkətdə oyun üçün bir çox trailer olar, paylaşım olar, sizin hype'ınızı daha çox çoxaldır. Birincisi, son oyun çıxması neçə il çəkir və yavaş-yavaş marağınız azalmağa və fərqli yerlərə yönəlməyə başlayırsınız. Oyun çıxanda isə oyuna girirsiniz və bu qədər gözləməyinizin dəymədiyini düşünüb oyunu buraxırsınız və oyun üçün pis olursunuz. Niyə belə oldu deyə fikirləşirsiniz. Bunun bir çox səbəbi olsa da ən böyük səbəblərindən biri indie şirkətlərin boylarından böyük işlərə girişməsi. Və bu niyə olur? İndi şirkətlər öz boylarını bilmir. Niyə indi şirkətlər? Məsələn, Baldur's Basic Plus niyə var məsələn? O şirkət üçün çox böyük bir oyundu. Və bitirəməyici ortadaydı. Niyə belə bir şey girişdi? Ama hamısını tek anlatacağım. İndi bir çox şirkət yəni birinci oyununa popüler olmur. Neçə il boyunca sürünürlər. Çox az pulla, çox az adamla bir şeyler eləməyə çalışırlar. Yəni və sonra bunlar birdən partlayanda, yəni oyunlar birdən viral alanda biz sonradan görmüşük kimi bir şey yaranır. O da yani hem mali sərbəstlik olar, hem şirketi genişletme olar, birçok avantaj kazanırlar ve bunları birden kazanmaları sonradan görmüş şey çevrilir. Şimdi fikirləşin ki siz bir iş görmüşsünüz ve pulunuz yavaş yavaş 100, 200, 1000, 2000, 3000, 10.000, 100.000, milyon diye yavaş yavaş çoxalır. İndi ikinci bir senaryo fikirləşin. Pulu loteriyadan almışsınız. Hansında daha rasyonel, hansında daha məntiqli qərarlar verə bilərsiniz. İndi bu indie stüdyoların oyunları partlayandan sonra birincisi istədikləri şey bu ünün, bu yani pul akışının bitməməsi. Bunun için de ne harmanlılar? Yani güncellemeler eləməlidirlər, ama əsas bir şekilde yeni bir oyun çıxarmalıdırlar. Və bu oyun köhnəsindən daha yaxşı və onun qədər, hətta ondan daha çox viral olmalıdır. Və işə qoyulurlar. Hətta bunun bir başka səbəbi de var ki, o da bu şirkətdəki insanların bu şansa popüler olmadıklarını sübut etmə çabasıdır. İndi bunlar işe girişirlər. Mali sərbəstlikləri var və işe insan alacaq pullar da var. Birincisi burada başlayır. Normalda 5-10 kişiyle işleyen şirket düzensiz bir şekilde 40-30 kişiye çıkar. Bu da bir komünikasyon problemi yaradır. İkincisi ise bu bir paradokstur. Şimdi size bir numune verim. Bununla əlaqədar olmasa da, yani bana oxşar bir şeydir. RobTop 2.2 incelemesini çıxarması çok uzun çəkməsinin səbəbi bu idi. Adam oyuna bir mexanika koyur. O mexanikanı oyuna gətirmək için uzun bir vaxt harcayır. Uzun vaxt harcadıktan sonra fikirləşir ki, bu kadar uzun vaxt harcadıktan sonra sadece bu mexanikalar olmaz. Ben biraz da koyayım. Ama üstüne biraz da koyanda ne olur? Yine vaxt çaxılır və fikirləşir ki, mən bunu belə çıxarsam insana yenə məni istənər. Bu boyda vaxt gözləyirik. Bu yani belədir. Həm yani oyuncular gözlədiklərini dəydirmək istəyirlər. Yəni oyuncular
gözlədiyimə dəydi deməsini istəyirlər. Amma bunu edərkən yəni daha çox vaxt istəyirlər. İndi burada Robtop qiymətləşən şirkəti bunu yaxşı yaratmışdır və məsələ o deyil. Məsələn, oyunlar haqqında fikirləşim və bunu ən böyük yaşadığım oyunu fikirləşim və böyük ihtimal arkada gameplay olan oyun Skyward. Skyward Legacy-ni oynadıktan sonra bir davam oyunu gözləyirdim. Xəritəyə baxanda da oyun xəritəsində hələ də bir açıqlıq görünürdü. Bu da bir davam oyununun işarəti idi. Mən də illərlə gözləməyə başladım. Sonunda oyun çıxanda bir baxdım ki, oyunda kampanya yoxdur. Kampanya üçün bir neçə ildir gözləməliyəm. Gözlədiyim kampanya çıxdı. Kampanya çıxdı. Oynadım, bitirdim. Və gözlədiyimə dəydiyini düşünmədim. Sonra online'da biraz oynadım, ondan sonra sildim. Oyunu yenidən yükləyib kampanyanı bir də oynamaq istəyəndə oynayamadım. Çünki kampanya çox uzun idi. Yəni oyunun təkrar oynana bilib promo bitmişdi. Legacy 24. Mən bu yaxınlarda Legacy-ni yenə qutardım. Çünki oyunun yenə oynana bilirliyi var. Oyunu oynamağın səbəbi yeni oyunda almışdılar. Neysə, Skyward Legacy, Skyward haqqında çox danışmayım. Məsələn, Baldi's Basics Plus. Baldi's Basics'in böyük bir potansiyeli var idi, amma Plus həqiqətən bir insanın düzəldə biləcəyi bir şey deyildi. Çox geniş idi. Sən necə o boyda oyun düzəldəsən, həm eyni anda klasik oyuna güncəlləmə gətirəsən, həm o güncəlləmələri oyunun populyarlığını saxlayacaq qədər tez eləyəsən. Nə oldu? Oyun unuduldu. Və son olaraq, əgər ki şirkətin bir yayıncı şirkəti varsa, yayıncı şirkətlər o düzəldən şirkətə böyük bir təzyiq göstərir və o təzyiqdə oyun düzələrkən böyük səhvlərə yol verilməsinə gəlib çıxır. Videonu izlədiyiniz üçün sağ olun.